Azal təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından 3 ay sonra hava gəmisinin kapitanı Igor Kışnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib. Milli qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailəsinin qəza yerinə ilk səfər olduğunu deyib. O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək bu hüzünlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi. 3 ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o talih yüklü günün heç bir detalını yaddaşlardan silinməyən zaman. Xatırladaq ki, Azal təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub. Onlardan 38-i həlak olub. Həlak olan pilotlar Igor Kışnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva 2-ci fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı sərəncamla onlara Azərbaycanın milli qəhrəmanı adı verilib.